Demişəm maşını saxlamağa yer olmadı da. Tez ol Bekar, tez. Telefonuma cavab verir ki bu. Ay Allah, necə ola bilər ya bu? Ay, heç sən oturmuşdum maşında. Bir də gördüm güllə səsi gəldi. Düşdüm, baxdım, gördüm uzanıb yerdə. Alo. Hə, Bekar. Lətifə, telefonu niyə açmısan? Bəxtə yığıram sənə. Hardasan? Nə olub? Telefon ver Xavər xanıma. Tez o telefon ver Xavər xanıma. Niyə qışqırırsan, nə olub? Hə, Xavər. Deyir Xavər xanıma ver, söz deyirəm. Hə, Bekar. Kim vurub? Necə indi? Hansı xəstəxanadasınız? Gəlirik. Gəl, tez elə, gəl. Nə olub? Yaşayacaq. Vəziyyəti kritikdir. Hər şey ola bilər. Alo. Bəli. Necə? Bəs dediniz axı, hər şey yaxşılığa doğru gedir, düzəlir. Ha? Bəs o qədər iynə, dərman. Ay həkim, nə dediniz, elədim, nə pul istədin, göndərdim, dərman istədin, göndərdim. Nə oldu, bəs, nə oldu? Alo. Alo. Sənin, hə? Aşı, biraz yavaş danış da, iş yerində səni. Sən nə deyirsən, hə? Deyirəm, səsin götürüb aləmi. Mən onsuz da əsəbiyəm. Get də buradan, xahiş edirəm. Əsəbisən, get su işdə nə qışqırırsan, burada? Sarı pişik. Mən indi sənə nə dedim ki, gəlib özünü mənə sürütürsən, ilişirsən. Niyə qaşınırsan sən? Nə istəyirsən məndən? Sonra da gelib bəbrə şikayət edirsən. Deyirsən, Cahangir məni sıxır. Neynədim mən sən? Özün gəlib ilişmirsən mənə. Sən elədiyi eləmirsən də bu boyda şirkəti yaman günə qoyumsan. Nə şirkət salmısan, Reysən? Nə şirkət? Şirkət bizimdir. Məndən çox qalırsan qeydinə şirkətin. Baba, budur sənin problemin. Bir dənə bu problemi həll eləsən, həyatın gül kimi olur. Nə deyirsən, sən? Ha? Çıqqılı. Nə oldu? İncitdi? Deyirəm ki, bu biz salmısan ha, şirkət bizim, o bizim, bu bizim. O sənlik deyil. Şirkət bir nəfərində, sən də onun işçisisən. Ha, bu dəqiqə səni eləyirəm, əlimdən heç kim ola bilməz. Leşini də tapmazlar, ha? Yan bir dəqiqə sən. Alo. 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 Mən buradayım ha, ilişməməyə, get buradan. Get buradan, ilişməməyə. Get də, yaxşı mən gedəm. Nə var, nə yox? Şükür Allaha, yaxşılıq. Siz necəsiz? Yaxşı ki, bu simenti dəyişdirəcək müəllim. Allah haqqı. Belimiz qırılmışdı ya, vallah. Narahat olmayın. Nə problem oldu, gəlin mənə deyim. Demək nə deyər ki, yoxsa ki, Cahangir müəllim qulağına çatsa, sonra problem olacaq. Heç nə eləyə bilməz. Siz Cahangir müəllimi yaxşı tanımırsınız. Xətalı, problemli adamdır. Nətər yəni xətalı?
Keçən dəfə işçilərdən birini, fəhlələrdən səndən işdən çıxartdıq, qurduq yerə. Çoxdan tanıyırsan sən bu Cahangiri? Hardasa bir xeyli vaxt işləyirəm da burada. Məndən 1-2 il sonra gəlib bura. Bir də görsən, gəlir bura, işə gəlir, çox yaxşıdır, keyfi yaxşıdır. Stola oturur, pul atır, deyir, gedin, yiyin, için, uşaqlar, nə istəyirsə eləyin. Bir də görsən, qanqaraçılıqla gəlir. Keçən dəfə də zəng gəlib telefonla, uşaq xəstələnir, bilirsən, həkimlə getmişdi də. Onun hirsin gəlir, bizdən çıxır da yəni. Yaxşı. Bildim, yaxşı. Yaxşı, mən gedeyim, Cahangir müəllim gəlir, sonra nəsə söz deyə bilirəm. Mənə bir sənlə maraqlıdır. Sənin məqsədin. Nə deyirsən? Nə soruşurdun o fəhlədən, niyə başını qatırdın? İndə başlamısan işçilərin başını qatmağa, Sənə nə var? olmadı ha səninki. Adam kimi söz soruşuram da. Niyə qoymursan işləsinlər? Sarı pişik. Maşındır, o adamdır. Söz soruşma olmaz ondan. Yox, qoy işlərini görsün. Onun üçün mən pul verirəm ona. Bəbir müəllim verir pulu, sən yox. Bekar. Bəbiri vurublar nə də? Necə oldu? Nə olub? Həkimlər bir söz deyir ki, Xavər xanım işte Hanı həkim otağa... Sən burada nə edirsən? Bu burada nə edir? Nə edirsən sən burada? Mən də oradaydım. Sən Bəbirin yanındaydın? Hə, Qumru əməlatxanaya gəlmişdi. Sonra da Bəbir müəllim gəldi. Ondan sonra da... Bir dəqiqə. Sən mənim ərimin yanındaydın? Xavər xanım, Qumru onsuz da oradaydı. Sonra da Bəbir müəllim gəldi. Qumrunun heç nədən xəbəri yox idi. Bir dəqiqə dedim. Biz səninlə danışmışdıq. Necə olur ki, Bəbiri vururlar və sən təsadüfən orada olursan? Necə olur o? Xavər xanım, siz nərdiniz? Həkim gəldi. Xavər xanım həkim gəldi. Hə, necə oldu? Necə? Bir söz deyə bilmərik, əməliyyat davam edir. Necəmi bir söz deyə bilmərik? Nə deyir bu? Necəmi bir söz deyə bilmərik? Həkim! Səninlə sonra danışacağım.
Fira, kim ola bilər bu adam? Bilmirəm. Hər şey sənə görə oldu. Bura bax. Bəlkə bu elə sənin oyununda, hə? Yalandan gəlib burada oturub ağlayırsan ki, pulu başqasına verirəm, məndə pul yoxdur. Məndən canlı qurtarmaq istəyirsən, hə? Dəliyəm mən. Niyə belə bir şey eləyim? Bəs mən dəliyəm, deyirəm ki, tanımıram da adamlar, heç bir əlaqəm yoxdur, bilmirəm, kimdilər, nəçidilər. Necə olur, sən gələnə qədər onlar yox idilər. Sən gələndən sonra birdən-birə peyda oldular. Görmədin, oyun tutmaq istirdim də, qaçdı. Görmədin? İnanmıram, Rauf. Sənin elədiklərindən sonra sən heç bir sözünə 1 qram da olsun inanmıram. Fira, bura bax, qabaqdan gəlmişdi eləmə ya. Sənə deyirəm ki, bu adamlarla heç bir əlaqəm yoxdur. Bundan sonra mən nə vaxt pul istədim, mənim pulumu gətirəcəksən, eşitdin məni? Bundan sonra mən sənə qara qəpik də verən deyiləm. Eşitdin məni? Bezmişəm. Hamınızdan bezmişəm. Hər şeydən bezmişəm. Gəlmək olar. Ha, sevirəm də. Hoş gəlmişsən. Necəsən? Sağ ol, sən necəsən? Otur. Mən necəyəm? Mən ancaq pis olanda gəlirəm də sənin yanına. İnsanlıq halıdır, narahat olma, fikirləşmə belə şeylər. Eşməyəm ki, insanlıqdan keçib bir başqa şeydir məndə. Deyirəm ki, bu dəfə yaxşı olacaq, düzələcəm, hər şey yoluna girəcək. Nəsə çıxır, təzədən düşürəm quyunun dibinə. Sonra da oradan çıxmağa gücüm olmur. Həyatdır da, Seyran. Həyat belə olur da. Belə həyat olmur. Nə olub yenə sən? Nə olacaq, yenə kişi ilə dalaşmışıq. Niyə? Niyə deyəndə ki, sən onu yaxşı tanımırsan, O qulaq asmır ki adama. O elə istəyir ki, ona qulaq assınlar. Həm alınmır, bacarmıram. Məncə məsələ bilirsən nədir? Ata-bala kimi oturub qarşılıqlı söhbət eləməlisiniz. Kimisə yanında yox, hardasa yox. Oturub evdə ata ilə oğul kimi. Oturub bir-birinizə qulaq verməlisiniz, bir-birinizi dinləməlisiniz. Ondan sonra mənə elə gəlir ki, vallahi sizin aranızda elə bir böyük bir problem yoxdur. Elə bilirsən eləməmişəm. Dedim axı adama qulaq asmır. O istəyir ki, elə sənə qulaq assınlar. O deyən olsun. Bəbir müəllim dedisə filan şey filandır, deməli vəssalam. Elə qatıq qaradır, qara söhbət etdi. Necə Hə, Cahangir. Nə? Harda? Gəldim. Nə oldu? Atamı vurublar. Hə. Getdim mən. Gözlə gəlirəm mən. Götür də başqa vaxt bezar eləmişdin bizi. Fikir ver, trip atır hemen. Həkim salam. Həkim, mən üzürlü sayında xahiş edirəm. Biraz əsəbi idim, gərgin idim, heç bilmirəm yenə danışıram. Axır vaxtda mən hər cür qulluğunuzdayam. Yaxşı, kart atın göndərim. Tək onun üçün hər şey yaxşı olsun. Yaxşı, doktor, yaxşı. Pul öldürsün səni də.
Gedim biraz beynim açmıyor. Hələ bunun giyiminə bax. Qoy bəbir sağ çıxsın, soruşacağım ağzını. Evet, qoy. Mənim nişan xəbəri gəlsin, başqa heç nə lazım deyilsə. Səndən də soruşacağım. Hara gedirsiniz, hardan gəlirsiniz, hər bir şey soruşacağım. Gəl də, gəl. Sən burada nə edirsən? Yaxşısan sən? Emalatxananın qabağında vurublar. Orada nə? Mənə də maraqlıdır ki, orada nə inirdi. Mən sizə gəldim, səndən danışdım. Siz də eşidin. Dedim ərimdən uzaq durun. Dedim demədim. Nə inirdi mənim ərim sizin yanınızda? Amma indi nə görürəm? Bu əyinbaş ərim yanınızda vurulur. Amma ki, sizin heç nədən xəbəriniz yoxdur. Mənə də maraqlıdır, mənim ərim də inirdi bunun yanında. Xavər xanım, mən sizə dedim axı. Kəs! Nə inirdiniz orada bir yerdə? Bilmirəm Xavər xanım, biz işləyirdik. Sonra əriniz gəldi, sizin bizə gəldiyinizi bilib, üzr istəyirdi. Heç mən danışmadım. Çıxdım, getdim, sonra nə oldusa orada oldu. Sən məni borclu çıxardırsan, mənə görə gəlmişdi sənin yanına. Yığışdır arvadını. Xavər xanım, bir dənə sakitləşin də, xahiş edirəm. Burada kimsə günahkar çıxartmağa ehtiyac yoxdur. O söhbətləri də burada eləməyin yeri yoxdur. Yoldaşınız içəridə canı ilə əlləşir. Bəbir müəllim sağ alsın, qalxsın ayağa, mən özüm onunla söhbət eləyəcəm. Azərbaycanlı iş adamı Bəbir Səlimova naməlum şəxslər tərəfindən sui-qəsd təşkil edilib. Aldığımız son məlumata görə isə o hazırda əməliyyatdadır. Bu o Bəbir müəllim deyil, Qədirgilin evinə gəlib gedən Qədirin dostu. Hə. Odur da. Bu niyə vurublar ki? Deyirəm, bu Qədirin bəxti yoxdur da. Bir adam çıxdı onu kömək eləməyə, o da belə. Nə bilim, valla. Allah kömək olsun. Allah mərdimazlara lənət eləsin. Bu yaxşı adamların başı həmişə bəlalı olur da. Bəs sən Allah, nə yaxşı? Onun harası yaxşı deyil? Heç qumrunun da gözü su içmir ondan. Sənin də dilvə heç kim düşməyə də. Düşməyə sənin dilvə heç kim. Mən nə deyirəm, düz deyirəm. Qız, ağzınıza gələni danışmayın da. Deyirəm, qəribə adamlar sizə. İmkanlı adamlar kasıblara əl tutmur, deyirsiniz pisdir. Əl tutur, deyirsiniz ki, burada nəsə var. Ay İslam, bəsdir də sən Allah. Mən salonda işləyirəm, gündə 1000 cür söz eşidirəm. Elə qoca kişilər var ki, cavan qızlarla görüşür. Heç dəxli var. İndi sən deyirsən, Qədir uşaqdır da, yəni heç nə görmür. Sən özünüzdən söz çıxartmayın. Elə yaxşı da kişidir. Allah şəfasını versin. Hə, bir dənə siz hər şeyi bilən olmuşsunuz. Çox ağıllısınız axı. Mən nə dedim, mən deyim. Heç nə demə, sən Allah, sən heç nə demə.
Anlamadım. Arası gelen dağlardan sulukum da yok daha Cahangir. Git tez koy bəbirin ovucuna denən Cahangir otaqda içir. Cahangir, olmaz axı içmək. Sarıpşik. İnan Allah, seninle sözləşdirməyə vaxtım, halım yoxdur ben. Geçin demək o. Ne durmuşsan, get də. Gedib onsuz da deyəsən də, get de. Gedib deməyəcəm. Mən işlə bağlı problemi onda gedib ona deyirəm. Bu sənin öz seçimində, öz həyatında. Bunun aldanamayan tərəfi də var imiş ki. Mən insanın sevincinə də, kədərinə də hörmət edirəm. Sən qazanan. Sonra gəl bir əldə məndən içək. Yox. Nə olar bir 50 qram, 100 qram içək də məndən. Yox, olmaz. Mən işdə içmirəm. Sultan, yığışıb qapımdan gəlib gedən, yoxdur dərd qananım, mətləb bilənim. Özgəni güldürən sözüm, söhbətim, özümü yandıran qəmim var mənim. Sənin sağlığına Sultan. Sənin nuş olsun. Deyirlər Cahangirdir də, nə dərdi səri var ki, daha demirlər. Günləri bilməzdim, amma gedib deyəcək, arağımda qutardı. Gedib qoyacaq ovucuna bəbirini. Hər nədir? Edir. Deyirəm, bəlkə gedək, ifadə də verdik. Niyə gözləyirik? Bir sənə fikirləşirəm. Nə? Sən deyirdin, bunlar problemli alət. Bunlar doğrudan da problemli alət. Getmək də ki, mən istəmirəm, var təş qoymuş. Bəbir müəllim o boyda köməklik eləyib bizə. Yaxşı deyildi. Sən istəyirsən kamerayla səni yola salım ki. Yola salım sizi. Əməliyyat etdik. Təəssüf ki, güllə sol qolun altından dəymişdi və toxumalar zədələnmişdi. Hal-hazırda durumu stabildir, narkozdan ayılmasını gözləyirik. Mən onu görməliyəm. Bax, mütləq görməliyəm. Təəssüf ki, bizim buna icazəmiz yoxdur. Mən onun həyat yoldaşıyam. Siz evə gedin, dincəlin. Biz palataya köçürdükdən sonra sizə məlumat verəcəyik. Allah şəfa versin. Gedin. Gedin. Vallahi Sultan, mən bir şey bilirəm ki, bu həyatda nə ediriksə, axır əvvəl fırlanıb qabağımıza çıxır. Bu adam da qədrə bu qədər yaxşılıq eləyib də, Allah qabağına çıxardacaq. Nə bilim, görək də. Səncə niyə belə bir şey olub ki? Vallahi İslam, nə bilim. Bu dəqiqə biz var ha, bir dənə dəhşət işə girmişik. Tender söhbəti gedir. Yəni deyirsən, ona görə öldürmək istəyiblər bunu? Vallahi hər şey ola bilər. Pul var ha, çox köpoğlu şeydir. Qoy bir dənə bu söhbətlərdən çıxaq İslam. Görək nə olur ondan sonra. İnşallah, inşallah. Allah hamımızın köməyi olsun. Amin.
Ne oldu? Məsələni həll edə bildiniz? Axırıncı momentdə Əclaf yerini dəyişdi. Vurmağına vurdu. Səfəri göndərmişi maraqlansın necə oldu. Sən o nömrələrin hamısını bağla. Qalanı da rədd elə getsin. Baş üstə mənim narahat olun, həll edirəm hamısını. Narahatam. Çox narahatam. Necə narahat olmuyor? İşi bir yardırsa ki, mən də narahat olmuyor. Sizin gördüyünüz işə mən nə deyim, bilmirəm. Qalacaq nədir, qalmayacaq nədir? Bəbri yaralı bıraxsan bilirsən nə olar? Öldü cəhənnəmə özün, öldü çıxdı getdi. Sağ qalsa... Neyse, bu məsələ bax elə bugün həll olunmalıdır. Bu dəfə də işi yaratmasaz... Səliqəli, indi sənin növbəndir. Çəkil. Səliqəli. Ata. Hala. Onun ağlığı babası. Qorxmamışdın? Yox. Dostuna da öyle eləmişsin. Nə qədər broşkaların var sənin belə? Qədir, sumkam qaldı xəstəxanada. Orada? Hə, içində də kaman verdiyi pul var. Anladım. Gel gətirərəm. Yaxşı. Götürmür də. Telefonu götür də, nə olar? Götürmür də. Yəqin işi var, məşğuldur. Sən niyə özünü öldürürsən? Nətər götürmür? Başqa vaxt zəng eləyirdim, 2 dəqiqə sonra adamı yığırdı. Bir götür görək nə olub, nə məsələdir. Ürəyimiz patladı axı burada. Heç mənə görə bu qədər narahat olmursan. Amələ, bir dəqiqə sakit dayan da, görək bizim başımıza nə gəlir də. Sənə deyirəm ki, qarışma. Neynəmək olur? Deməli, qismət beləymiş. Qismətdən danışma. Deyirəm, bu Qədirin bəxti niyə belə qaradır? 1000 ildə bir dəfə bir nəfər çıxdı bu adama kömək eləməyə, onu da vurdular. Elə ona görə deyirəm ki, özünü oda atma. Geçən bir vaxt neynəyə bilərik? Deyən səhər açılsın da. Ay qız, adam ölür, başa düşürsən, adam ölür. Sən necə belə sakit danışa bilərsən? Qur'an andasın, qorxudursan hərdən məni. Bir gün hamımız elədiklərimizə görə cavab verəcəyik. Dayanma, yaxşı? Mən bir dənə deyim, sən 5 dənədir. Dayanma, heç vaxt dayanma. Səncə etibarlı adamdır o. Bizi yandırıb eləməz. Uşaqsan sən, mən bilmirəm, neynirəm. Nə bilmə, deyirəm də birdən nəsə. Qorxma, 3-5 manata işləyən adamdır, pulunu da yaxşı verir də, niyə satsın bizi? Sən belə üzdən tanıyırsan onu? Nömrəmi bilir, özü yaxınlaşacaq. Xaloğlu da şəkini atıb mənə, narahat olma. Bəlkə qapıda saxlayardın, yaxın olsa. Orada kameralar var. Bu səni arxa qapıdan salacaq içəri, reanimasiyadan. Sən girib işi və həll eləyəcəksən, çıxacaqsan. Özü də mühafizədir orada. Kamerada da problem olsa narahat olma, həll eləyəcək. Tapşırmışam. Bekar, nə olub sənə bir dərsən? Birtəhər olaram da. Demək bu işlərin axı nətər olacaq? Aləm dəqiq bir-birinə. Nə olacaq?
Bəbir sağalıb çıxıb gələcək evə. Vəssalam. Bəs birdən sağalmasa, onda nətər olacaq? Sağalmasa da deməli qisməti biləymiş də. Neyniyə bilərik? Bir arada bir baş hoşdur. Bu nə danışıq? O nə deməkdir, nə tər oldu? Bəbir olmasa mən kimə lazımam, hə? Xavər bir görmədən xəstəxanada mən etdi. Səndən sonra danışacağım. İti qovan kimi qovarı məni. Sənin də üstündə patarka verər. Yox bir. İllərimi vermişəm mən onlara. Qulluqçuluq eləmişəm onlar üçün. Bu dəqiqə. Halal eləmərəm onlara zəhmətimi. Alət, elə deyirsən ki, halal eləmərəm zəhmətimi. İşləmirsən, pulu almısan da. Nə işləmirsən, pulu almısan? Nə veririk? Yox mənə. Mənim elədiklərimin əvəzində heç nədir o, başa düşdün? Onun uşaqlarına analıq eləmişəm. Mən öz balam kimi hamısına baxmışam. Kaprizləri var, hərəsinin bir cür. Bir fasondadırlar hərəsi. Narahat olma, sənin də az kaprizin yoxdur. Tamam, yaxşı da başım ağrır olsun da bir tərəfdən. Düz deyirsən, səhər-səhərdən ayaq üstə, mənim də dabanlarım şişib. Onlara dur, bir su qoy, ayağımı suya qoyacam. Dur, hazırla da. Başqa neyiniyim sənin üçün? Bekar əllim, hə? Nə arzunuz var, istəyiniz var? Mən də sənin kimi ölürəm də öz günümü qoydurmuşam daha. Nə varsa, indi cibimdən bir biraz pul çıxarsaydım, dik banacaqdı, nə burada? Sözüm yoxdur valla sənə. Yox da qurban olum yayısına. Bu indi halım yoxdur. Bax, indi başıma tabanca da qoysam burada. Halım yoxdur durmalı. Başqa vaxt deyil. Başın ağrıyır. Başın batmasın, yazıqsın. Abi, yazıq kişi nətər olacaq ha? Neyse da, aparım da fikir eləmə. Salam əleykum. Salam. Çox üzr istəyirəm. Yuxarıda çantamız qalıb bizim. Bəli, buradadır. Zəhmət olmasa baxardınız da içində heç bir şey etməyib ki. Yox, hər şey buradadır. Çox sağ olun. Bir də xəstəmizdən nəsə məlumat? Siz yəqin ki, güllələnən iş adamlarını soruşdunuz. Xeyr, heç bir məlumat verməyiblər bizə reanimasiyada olduğu üçün. Yəqin ki, həkimlə danışsanız daha məsləhət uyğun. Yox, elə bildim sizdə məlumat var, ona görə soruşdum. Çox sağ olun. Sağ olun. Allah xəstənizə şəfa versin. Sağ olun, sağ olun. Hara gedirmişdin? Mənim nə problem var, öldürürlər. Sənin bu qarın ağrın qurtarmadı da. Nə oldu, gəlib çıxmadı? Yox, gəlib çıxmır belə. 15 dəqiqə gəlməsə özüm qapıcam, bəbirin paladasın, reanimasiyaya. Tanıyırsan palatanı? Tanıyıram. Sən kes başına.